Salam, hər vaxtınız xeyir. Bu günləri Hədəf 2023 test toplusundan başlayırıq. Kimyanın ilk anlayışları 1-ci bölməni işləməyə. Deyir ki, bəsit maddələri müəyyən edin. Bəsit maddə ilə mürəkkəb maddəni siz əvvəlcə fərqini bilməlisiniz. Bəsit maddə bir atomdan təşkil olunubsa bu bəsit maddə, bir və iki və daha çox atomdan təşkil olunubsa bu mürəkkəb maddədir. Məsələn, ozonun formulunu ozon yazırıq. Ozonun formulunu yazırıq. Ozonun formulu O3'dür. O3'də yalnız oksigen atomlarıdır da. Yalnız oksigen atomundan ibarətdir deyə bu bəsit maddə. Qum yazırıq. Qum. Qumun formulu silisium O2'dir. Sonra qrafit. Qrafit. Karbonun şəkil dəyişməsi. C şəkil dəyişmə. Soda isə natrium HCO3. Yalnız bir atomdan təşkil olunan oksigen və qrafit, ozon və qrafitdir. Doğru cavab 1-3. 1 Bakı. İkinci sualda hansı halda bəsit maddədən söhbət gedir? Baxın, burada bir şey bilməlisiniz ki, havanın tərkibində olan maddə bəsit maddədir. Və yaxud da ki, yazırıq, piritin formulunu yazırıq. Pirit ferium S2'dir. Ferium S2'nin tərkibində olan dəmir, görürsünüz ki, 2 atomdan ibarətdir. Bu kimyəvi elementdir, bəsit maddə deyil. Sonra amonyakın tərkibində olan azot. Amonyakın formulunu yazırıq NH3. NH3'ün tərkibində olan bu azot, görürsünüz ki, 2 atomdan ibarətdir. Azot və hidrogen atomu. Bunun azotu isə kimyəvi elementdir, bəsit maddə deyil. Suyun tərkibində olan hidrogendir. Suyun formulunu yazırıq H2O. Bu H2O'nun tərkibində olan hidrogen isə yenə görürsünüz ki, kimyəvi elementdir, bəsit maddə deyil. Sulfat turşusunun tərkibində olan kükürt. Sulfat turşusunun formulunu yazırıq H2SO4. Bu H2SO4'ün tərkibində olan S isə kimyəvi elementdir və bəsit maddə deyildi. Bəsit maddədən söhbət gedir deyə havanın tərkibində olan oksigen 2B. Üçüncü sualda saf maddələri müəyyən edin. Saf maddənin formulu var. Dəm qazın formulu CO, təbii qazın formulu yoxdur. Təbii qazın formulu yoxdur. Benzin bir neçə maddənin qarışığıdır. Xörək tuzu, natrium klor. Doğru cavab 1-4. Təbii qaz və benzin isə qarışıqdır. Hansı maddələr müxtəlif element atomlarından təşkil olunmuşdur? Civənin formulunu yazırıq. Civə Hg, sonra su H2O, şəkər glukoza C6H12O6, bir də ki almaz da karbonun şəkil dəyişməsi, C şəkil dəyişmə. Deyir ki, hansı maddələr müxtəlif element atomlarından təşkil olunub? Burada görürsünüz ki, civə Hg kimi göstərir bir elementdə, təkcə civədən. Amma su, bir də ki, şəkər isə müxtəlif element atomlarından təşkil olunubdur. 2-3. Dördüncü sualın doğru cavabı 2-3. A. Qeyri-metalların fiziki xassələrini hər birimiz bilirik ki, istilik və elektriki yaxşı keçirirlər. Metallar plastikdirlər, döyülüb yaslana bilirlər. Qeyri-metallar isə kövrəkdir, istilik və elektriki pis keçirirlər. 1-3. Qeyri-metallar həm bərkən maye, həm də qaz aqreqat halında olur. 5-ci sualın doğru cavabı 1-3. D bəndi.
Sonra bərkdən qaza çevrilmə, bərk haldan qaz hala çevrilmənin adını digər videoda da demişdim, sublimasiya prosesidir. Bərk maye qaz istiqamətində sıxlıq azalır, bu doğrudur. Sıxlıq azalanda məsafə artır 2-3. Ərimə prosesidir, 1-də yazıbdı, amma sublimasiya prosesidir. 2-3 doğru cavabda 6-da C variantı. 7-ci sualda hansı kimyəvi elementlər 2 və daha çox bəsit maddələrdə əmələ gətirir? Burada allotropik şəkil dəyişməsi olan elementlər istəyir. Hər biriniz bilirsiniz ki, kopsis copsisdə var allotropik şəkil dəyişmə. Copsisdə nədir? Copsisin mənası. Qoy copsis yazım. C, O, P, S, I, S. Karbon. Karbon. Oksigen. Fosfor. Silisyum və kükürtdə. Allotropik şəkil dəyişmə var. Karbonun 4 şəkil dəyişməsi var. Almaz, qrafit, karbin, florin. Oksigenda oksigen azor, fosfor qırmızı, qara fosfor, silisyumda kristalik plastik, kükürtdə isə plastik və amorf. 7-ci sualda 2 və daha çox bəsit maddə əmələ gətirən 2, 3, 5. C bəndi, 7C. İndi gəldik 8-ci sualda onu oxumağa. Bu 8-ci suala oxşarım. Mən izah eləmişəm. Yenə izah eləyirəm. Güvəndə buna oxşar xeyli test izah eləmişəm. Yenə də izah eləyim. X, Y, Z-nin əvvəlcə ərimə temperaturlarını qeyd edirəm. Burada X, Y, Z üçün aralıqları bir-bir qeyd elədim. Mənfi 60-da aşağı qədər ərimədir. Mənfi müsbət 11-də qaynamağa başlayır. Yəni mənfi 60-dan kiçikdə X bərk, müsbət 11-dən böyükdə isə qaz halında, arada maye halda olur. İndi dərəcələr veribdir. Dərəcələrdə müsbət 30, mənfi 10, müsbət 5, mənfi 20 dərəcə. Sonra müsbət 30 dərəcədə X harda yerləşir? Müsbət 30 dərəcədə X-də görürsünüz ki, müsbət 11-dən böyükdür. Qaz halına uyğundur. Müsbət 30 X qaz, X üçün X, Y, Z üçün yazacaq. Mənfi 10 dərəcə. Mənfi 10 dərəcədə X hansı harda yerləşir? Mənfi 10 dərəcədə burada yerləşir maye. Müsbət 5 dərəcədə yenə maye. Mənfi 20 dərəcədə isə mənfi 20-də də yenə maye. Çünki arada mənfi 60-la müsbət 11-in arasında yerləşir. Aha, Y üçün baxırıq. Eyni dərəcələrə. Y-də birinci müsbət 30 dərəcədə. Müsbət 30 mənfi 33-dən böyükdür deyə müsbət 30-da qaz. Sonra mənfi 10 dərəcədə Y-imiz, mənfi 10-da yenə müsbət mənfi 10 dərəcə mənfi 33-dən böyükdür deyə qaz. Sonra müsbət 5 dərəcədə qaz. Mənfi 20 dərəcədə maye. Z üçün baxırıq ki, Z-də müsbət 30-da maye. Sonra müsbət mənfi 10-da bərk. 5-də bərk. Mənfi 20-də bərk. Aha. Qaz maye olmalıdır. Birinci üçün qaz bərk yazıb. Bir səhvdir. Maye, qaz bərk. 2 doğrudur. 3-də maye, qaz bərk olmalıdır. Maye, qaz maye yazıbdır. 4-də maye, qaz bərk. 2, 4 doğrudur. 8-dir.
9-cu sualda maddənin fiziki xassələri və kimyəvi xassələri verilibdir. Fiziki xassələrin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, ərimə və qaynama temperaturu. 1-3 fiziki, ikisinin altına 1-3. Kimyəvi xassəsi metallıq, oksidləşdirici, reduksiya edici. 2-4-də kimyəviyə aiddir. O 9-dir. 10-cu sualda bəsit maddə ilə mürəkkəb maddə verilibdir və onların fərqini istəyir. Bəsit maddəyə aid olan xüsusiyyət, mürəkkəb maddəyə aid olan xüsusiyyət, bir də hər ikisinə aid olan xüsusiyyət. Müxtəlif element atomlarından təşkil olunub. Bu mürəkkəb maddənin tərifidir. C-nin altına 1-i yazmalıyıq. Həm bəsit, həm də ki, mürəkkəb maddə saf maddədir. Çünki formulu var. 2-ni B-nin altına yazırıq. C-nin altına 1-i, 2-ni B-nin altına yazırıq. Eyni element atomundan təşkil olunubdursa bu bəsit maddədir. Tərkibi kimyəvi formulla ifadə olunur. Saf maddənin tərkibi kimyəvi formulundan ifadə olunur. O da həm bəsit, həm də mürəkkəbin. 3, 2, 4, 1. C bəndi. 10 C. 11-ci sualdan başlayırıq işləməyə. A-nın tərkibinə daxil olan azot öz fərdi xassələrini itirir. B-nin tərkibində azotu isə fiziki üsullarla tərkib hissələrinə ayırmaq olur. B-nin tərkibində olan azotu fiziki üsullarla tərkib hissələrinə ayırmaq olursa, B qarışıqdır. B qarışıqdır. Qarışıq da istənilən kütlə nisbətində qarışır. B-nə yalnız müəyyən kütlə nisbətini çıxardırıq, variantlardan istənilən kütlə nisbətindədir. Sonra daxil olan azot öz fərdi xassələrini itirir. Onda 11-də A saf maddədir. B isə müxtəlif molekular qarışıq 1-3 doğru cavab. B qarışıqdır demişəm. Qarışıqlar müxtəlif növ molekulardan təşkil olunub. Saf maddədə eyni növ molekulardan təşkil olunubdur. 50 dərəcədə X, Y, Z-in aqreqat halı maddələri hansı maddələrin aqreqat halı eynidir? 50 dərəcədə X 10 ilə 70-in arasındadır maye, Y-imiz maye, Z-imiz qaz, T-miz isə bərkdir. 50 dərəcədə eyni olanlar X və Y. 12-ci sualda C. Fiziki hadisə sudan oksigen alması. Suyun formulu H2O-dur. H2O-nun tərkibindəki oksigen alması kimyəvi hadisədir. Oduncaqdan külün alınması, odundan kömürün alınması. Bax, fiziki hadisə buzdan suyun alınması. Aqreqat halının dəyişməsidir. 13-də D. 14-cü sualda hansı hadisələr zamanı maddənin həcmi artır? Həcm bərk maye qaz istiqamətində artır. Buxarlanma mayədən qaza keçiddir. Ona görə də artır. Havanın mayeləşməsi, hava qaz halındadır. Qazdan mayəyə həcm azalır. Sublimasiya bərkdən qaza keçiddir, həcm artır. 1, 3. 15-ci sualda kondensasiya prosesi üçün nə doğrudur? Kondensasiya prosesi qaz halından maye halına keçiddir. Qazdan mayəyə keçid zamanı maddənin həcmi azalır, artmır. Amma sıxlıq artır. Kimyəvi hadisədir, fiziki hadisədir. Yalnız 3 doğrudur. Maddə qaz halından maye hala keçir. B bəndi. 16-cı sualda birinci X-dən Y-ə keçid buxarlanmadırsa mayədən qazadır. İkinci proses qazdan mayəyə keçidin adı kondensasiya, kondensləşmə. 16-ya. 17-ci suala gəldik. Maye halında olan X saf maddəsinin temperaturunu T zamanından asılı qrafikinə əsasən deyilən ifadələrdən hansı doğrudur? T1 anında maye halındadır normalda. T1 anında maddə qaz halındadır. Maye haldadır T1 anında. Aqreqat halını dəyişməyib axı. T2 anında qaynamağa başlamışdır. T2 anında mayədən qaza keçib, ilk dəfə qaynamağa başlar. T3 halında maye haldadır. T3 halında qaz halındadır. Bu yanlışdır. Yalnız 2 doğrudur. 17B. Aqreqat halını müəyyən edin. Buxarlanma nə idi? Mayədən qaza keçid. X1 maye, X2 qaz. Y bəndi. 19-cu sual. Kimyəvi hadisəni müəyyən edin. Kimyəvi hadisə kondensləşmə nədir? Aqreqat halının dəyişməsi. Aqreqat halının dəyişməsi fiziki hadisədir. Birlər çıxdım.
Sonra paslanma kimyəvi hadisədir. Mis məlumatlarının üzərinin yaşıl örtük örtülməsi kimyəvi hadisədir. 2, 3. Sonra ərimə prosesi fiziki hadisədir. Havadan oksigen alınması fiziki hadisədir. 2, 3 B bəndi. Bərkdən qaza çevrilmə zamanı. Bərkdən qaza çevriləndə istilik udulur. Məsafə artır. Sublimasiya prosesidir. Sıxlıq azalır. 2, 3-dür. Doğru cavab A bəndi. 21-ci sualda hansı ifadələr maddələrin fiziki xassələrini əks etdirir? Azot rəngsiz, iyisiz qazırğı. Bu rəng iyi fiziki xassəsidir. Oksigen xlorla reaksiyaya girmir. Bu kimyəvi xassəsidir. Reaksiya qabiliyyəti. Sonra hidrogen qüvvəti reduksiya edicidir. Bu reduksiya edici kimyəvi xassəsidir. Sonra ozon açıq mavi rəngi zəhərli qazdır. Bu fiziki xassə. Mis elektrik cərəyanını yaxşı keçirir. Fiziki xassə. 1, 4, 5 fiziki xassəsidir. 21 dənə sualdır hədəf test bankından. Yəni 1.1-in izahı olundu.